Herkese salam kanalıma ve videoma hoş gəlmisiniz. Günün sual-cavab videosu çəkirəm. Heç uzatmadan keçək videomuza. Biraz qripəm, səsim pis çıxa bilər, pis daha doğrusu. Ona görə kusura bakmayın. Sinif yoldaşlarım 14 dənə hamısı bir yerdə ayrı sual yazıblar. Mən özüm belə yazıblar. Hərəsi öz xətti ilə. Mən qəşəng hamısını öz xəttimdən belə köçürmüşəm. YouTube'da shorts videosu paylaşmışdım. Onlardan da yorumları gələn yorumlar screen eləmişəm. Onları da oxuyacağım. Belə paylaşacağım. Əlimi belə eləyəcəm. Qəşəng. Birinci suallardan başlamaq istəyirəm. Sualı belə qoyacağam. Uşaq olanda nə olmaq istəyərdim? Bu posta gəlib. Bir dənə posta gəlib. Uşaq olanda nə olmaq istəyərdin? Mən uşaq olanda çoxlu, yəni hər şey olmaq istəmişəm, nə yəni? Polis olmaq sayıram. Polis olmaq istəmişəm, sonra rəssam olmaq istəmişəm, heykəltaraş olmaq istəmişəm. Sonra belə də çoxlu. Yarısı yadıma gəlmir. Belə. İndi bəzi suallar gəlib ki, bununla uyğun sualdır. Yəni hansı peşəyə getmək istəyirsən, onlara da cavab verəcəm. Bu arada yəni adlarımı bağlayacağam. Onsuz da hərə görəndə biləcək ki, kim yazıb. Profilləri qalacaq, adlarımı bağlayacağam. Biri yazıb ki, telefonun markası nədir? Telefonum bu yedək telefonumdur. Telefonum Apple, yəni iPhone 15 Pro-dur. Biri yazıb ki, gələcəkdə nə olmaq istəyirsən? Yox, istəyirsən, hə. Bayaq dediyim sualına yəni uyğundur. Balaca olanda nə olmaq istəyirdin? Və yaxud da indiki gələcəkdə nə olmaq istəyirsən? Gələcəkdə ya interyer dizayner olmaq istəyirəm. Yəni iki şey var. Həm onu, həm bunu eləyəcəm. Bir də bloger olacağam. Vlog çəkəcəm belə çoxlu. Keçək digər suala. Ən yaxın dostunun adı nədir? Yəni yaxın dostlarım çoxdur. Ən yaxın deməyək. Yəni dostlarım çoxdur. Ən yaxını sinifdən ayrı deyim, kursdan ayrı deyim. Sinifdən Mehribandır. Oğlan da var, Ağabaladır. Sonra kursdan Zəhradır, Gülgəzdir, Nazlıdır. Yəni çoxdur. Rəsmi yoldaşım Günay var, Hürrəm var, belə çoxdur da yəni. Hansı ölkəyə getmək istəyərdin? Digər sualımızdır. Hansı ölkəyə getmək istəyərdin? Azərbaycanın yəni bölgələrini getmədiyim yerlərinə gəzərdim, yəni rayonlara ya da. Belə heç həvəsim yoxdur. Başqa ölkəyə getmək falan xoşlamıram nəsə. Gəzsəm yəni Azərbaycanın bölgələrini gəzərdim. Bir də getsəm gələcəkdə yəni Türkiyəyə gedərəm. O da bəlkə. Adın nədir? Bir sual gəlib. O ən yaxın dostunun adı nədir? Adın nədir yazanın? Yəni eyni yazanlar da bu. Adın nədir? Bir kanalda varım, adım var. Yenə də yazmısınız. Adım Aylindir. Sonra ad günün nə vaxtı? 23.09.2011. Yəni sentyabrın 23-də ad günüm. Sonra digər nəfər yazıb ki, nə qədər abunəçi gözləyirsən, ən azı çalışacağam 100 mini keçim. Sonra yəni də davam eləyəcəm. Çoxlu abunəçilər istəyirəm gəlsin. Amma hədəfim 100K-dır. 100K olmaqdır. Ən çox sevdiyin rəng nədir? Ən çox sevdiyim belə tünd sini, sonra narıncı, yaşıl, sarı, açıq sarı, mavi, yəni mavinin hər tonu belə. Ən çox sevdiyin dostun kimdir? Bunu bayaq cavab verdim, yəni ən çox deyim. Yəni sinifdən dostlarımdır, sonra kursdan dostlarımdır, digər məsələn rəsmdən dostlarımdır belə. Bayaq dedim. Ən sevdiyin yemək. Ev yeməyi ən sevdiyim yarpaq dolmasıdır. Yəni fast food çox sevirəm belə.
Hamburger olsun, pizza olsun, belə fast foodlar sevirəm. Sonra keçirik növbəti suallarımıza. Kanal açmaq ideyası sənə necə gəldi? Mənim əslində kanalım 3 il var. 3 il isə mən 14 yaşım var. Yəni 11 yaşımdan başlamışam video çəkməyə. Balacaqdan yəni həvəsim var idi. Əslində mən bu 2 ildə 200 neçə belə abunə idim. 0 abunədən başlamışam. Yəni necə deyim, panel falan yoxdur ki, panel vurdurmuşam. Bəziləri var ki, abunə sayı, takipçi sayı falan belə vururlar kanala. Keçən il iyul ya iyun idi. Ayında mən 200 neçə abunə ilə başlamışam. Düz 1 il ərzində belə 17600 plus abunə qazanmışam öz əziyyətimdən, öz zəhmətimdən. Əziyyətimin bəhrəsidir. Boş vaxtlarını necə keçirirsən? Boş vaxtlarımda 1 il ərzində rəsmə getmişəm. Yəni bu il heç rəsmlə məşğul olmamışam. Keçən ildən yəni 2024 ancaq rəsmlə məşğul olmuşam. Belə heç boş vaxtım heç olmur. Yəni məşğələyə gedirəm, məktəbə gedirəm. Yayda da ancaq gəzirəm belə. Boş vaxtlarımdan arada YouTube çəkirəm belə. Yəni video çəkməklə məşğul oluram. Gələcəkdə özünü necə təsəvvür edirsən? Gələcəkdə özümü qəşəng bir YouTuber kimi təsəvvür edirəm. Ən sevdiyim YouTuber kimdir? Mən düzün deyim, elə də baxmıram. Yəni YouTube-a elə baxmıram. Ən çox baxdığım Instagramdır. Yəni arada dərs olmayanda TikToka baxırdım. YouTuber deyəndə Fərəc var. Maraqlı videolar çəkir, tip videoları çox bəyənirəm. Belə adi qabağıma kim çıxır, arada baxıram, keçirəm, vəsiyo. Ən çox Instagrama baxıram. Neçə yaşım var? 14 yaşım var. Sentyabrın 20-14 yaşım oldu. Mənə WhatsApp-da da paylaşmışdım həmin videonu, yorumlar yazan olub, bizlərində Instagramdan yazan olub. İmtahanı toplamaq istədiyim bal. Ən çox merak edilən sual. İmtahanda mən 150, 100, 150 plus belə yazmaq istəyirəm. Hədəfim odur. Belə qoyacağam, yazıb qoyacağam. Ən böyük xəyalım YouTube-da 100k olmaqdır. Yəni 100 min olmaqdır. Sonra özümün qəşəng istədiyim dizaynda bir evimin olmaqdır. Bir də istədiyim maşın olmaq. Yəni istədiyim maşınım olsun. Belə. 3 həyatda ən güvəndiyim insan. Həyatda ən güvəndiyim insan özüm, yəni özüməm. Başqa heç kimə güvənmirəm. Güvənsəm az güvənirəm, tərəddüdlü. Çünki indiki dövrdə heç kimə güvənmir. Belə deyək açıq. Hədəfim nələrdir? Hədəfim dediyim kimi özümə maşın almaq, ev almaq, bir də YouTube-u gəlişdirmək. Yəni də Instagramdan mənə bir sual gəlib, imtahandan gözlədiyim bal. Bunu dediyim 100, 150 plus arası. Fərq yoxdur. Nə olur olsun. Sonra digər növbəti suallara keçirik belə. Oxuyuram. 1. Necə çox izlənmə alırsan? Mən dediyim kimi, yəni bu 1 il ərzində, yox, 2 il ərzində 200 neçə abunəçi idim, bilmirəm dəqiq. Axırda 200 plus abunə idim. Bu 1 il ərzində toplam 3 il eləyir. Bu 1 il ərzində ümumi kanalımda açım sizə göstərim. 20 tam, ondan isə dəqiq baxın, dəqiq olsun. 20,6 milyon baxış var bu 1 il ərzində. Bəyənmələr 446,3 min, sonra 14,7 min şər, 49,8 min paylaşım var, 17,665 dənə də abunəçi var. Belə. Yəni ən çox shorts video paylaşmışam. Shorts video paylaşmaqla kanalımı gəlişdirmişəm. Belə. İkinci suala keçirik. Gələcəkdə özünü harda görmək istəyirsən? YouTuber olaraq özümü görmək istəyirəm, yəni belə görürəm. Keçmişdə etdiyin hansı səhvlərdən peşmansan? Belə heç nə eləməmişəm, heç bir səhv eləməmişəm. Peşman da deyiləm. Bu sual məsələn belə sual, bəyənmədim bu sualı. 4. Hansı futbol klubunu tutursan? Mən təbii ki, məni bilənlər bilir, Fenerbahçeni tuturam belə, kalp. Ən sevdiyim müəllim kim? Yox, ən sevdiyim müəllim. Bu nə sualdır? Bu nə sualdır? Çox maraqsız sualdır. Yəni bütün müəllimləri sevirəm, yəni bəziləri olmam. Bəziləri sevirəm, hamısını sevirəm. Ən çox sinif rəhbərimi sevirəm, sonra kursdakı müəllimlərimi sevirəm. Belə də məktəbdəki müəllimləri sevirəm. Bu nə sualdır? Git sualdır. 6. Uşaqlıqda velosipedim olub. Təbii ki olub. Bu nə sualdır? Ayda. Hansı müəllim pisdir? Bu 3 sualı ən sevdiyim müəllim. Uşaqlıqda velosipedim olub. Hansı müəllimsə? Bunu Mehrat yazır. Bu nə suallardır? Keçirəm. Hansı rəng xoşlayırsan? Bayaq dediyim kimi belə lacivert, mavi tonları, sonra narıncı, sarı, açıq sarı, yaşıl, qara, ağ sevirəm. Qırmızını sevirəm, pəmbə sevirəm. Sonra mausunu da sevirəm. Belə. Bir də qəhvəyi sevirəm. Nəsə xoşum gəlir. Ən yaxın dost olaraq kimləri seçirsən? Bayaq dediyim kimi saydım. Kursdan yoldaşlarım, rəsmdən yoldaşlarım, sonra məktəbdən yoldaşlarım. Belə. 10 min versələr pul yeyir. YouTube-u silərsən. Təbii ki, xeyir. Təsəvvür edirik 10 mini alırsınız. 10 minə gedirsiniz, xərcləyirsiniz, pul tutar. Ancaq YouTube-dan belə davam edirsiniz, qəşəng pul qazanırsınız. Sözüm yarımçı qaldı. 10 min versələr YouTube-u silərsən. Bax təsəvvür edirik ki, 10 min verirlər sizə. Gedirsiniz, xərcləyirsiniz, məsələn, uzaq başa bir həftəyə xərcləyirsiniz. Mən 2 günə falan xərcləyirəm, bir günə. Hətta xərcləyirsiniz, pul tutarır. Yəni YouTube-u seçsəz, işləyirsiniz YouTube-da. Reklam edirsiniz, videolar çəkirsiniz, onlardan yəni ömrünüzün axırına kimi pul qazana bilərsiniz. Ona görə mən YouTube-u seçərəm, pul yox. Onsuz YouTube-u seçsəz, özünüzü gəlişdirsəz, qəşəng pul gələcək. Hansı peşəni seçmək istəyirsən? Mən bunu bayaq dedim. Eyni suallardan çox gəlir. İnteryer dizayner və ya da blogerlik. Hansı yeməyi xoşlayırsan? Yenə də eyni sual. Həm fast food xoşlayıram, bir də ev yeməyi olaraq dolma, yarpaq dolması. Boş vaxtlarında nə etməyi xoşlayırsan? Yenə də eyni sual. Boş vaxtlarında video çəkirəm, harasa gedirəm və ya oturub dərs edirəm. 14 haralsan? Mən Salyandıyam. Belə bunu hamı bilir. Videomuz bu qədər idi. Kanalımıza abunə olub, like atmağı, bildirimləri açmağı belə altdan unutmayın. Sağ olun.